Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Azərbaycanın 4 erməni əsilli şəxsi Ermənistana təhvil verməsi və Ermənistanda ömürlük həbs cəzasına məhkum edilmiş 2 muzlunu Suriyaya təhvil verilməsi bir-biri ilə əlaqəli deyil. Qafqaz.info Sputnik Ermənistana istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bəyan edib. Bu iki hadisənin bir-birinə aidiyyəti yoxdur. Biz həmçinin Suriya ilə münasibətlərin inkişafı istiqamətində çalışırıq. O cümlədən ümid edirik ki, bu dostcasına qərar Suriyaya münasibətdə həmin ölkədəki erməni icması üçün əlverişli şərait yaradacaq. Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib. Xatırladaq ki, ötən gün Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq daha 4 erməni əsilli şəxsi Vagif Xaçatryan, Gevurg Suciyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verib.